Aleykumussalam və rəhmətullah. Qardaş soruşur ki, əgər bir kəs unudaraq ikinci rükətdən salam verərsə, o zaman nə etməlidir? Yenidən əzan verib namazı qılsınmı və ya yenidən iqamə gətirib namazı əvvəldən başlasınmı? Bilmək lazımdır ki, qardaşlar, əgər insan qıldığı namazda istər bir və ya istər iki rükət unudarsa, əgər namazın əsnasında salamdan öncə onu xatırlayarsa, insan qalxaraq təkbir gətirər, namazdan çıxmadan və salam vermədən və qılmadığı rükətləri qılıb tamamlayar, ondan sonra isə iki səhv səcdə edər. Yox, əgər hər hansısa bir rükəti, istər bir olsun, istər iki rükət olsun, qılmazsa və salam verərsə, həmin insan, həmin qıldığı və səhv etdiyi namazla xatırlaması arasında uzun bir vaxt və uzun bir müddət keçməzsə, həmin insan xatırladığı zaman namazdan və salamdan sonra həmən qalxıb təkbir gətirər, qılmadığı həmin bir mi və ya iki rükəti mi yenidən qılar, sonra isə iki səhv səcdə edər. Sonra isə səhv səcdə edər. Bu bir şərtlə olur ki, həmin səhv etdiyi namazla yenidən xatırladığı zaman böyük bir zaman olmasın, qardaşlar. Necə ki, Müslim rahiməhullah Abu Hüreyrədən, radiyallahu anhudan rivayət etdiyi hədisdə deyir ki, Muhammed sallallahu aleyhi və səlləm bizimlə namaz qıldı. İmam olaraq bizimlə asr namazını qıldı. Sonra isə iki rükətdən sonra salam verdi. Zülyedeyn adlanan bir sahabi radiyallahu anhu qalxaraq Muhammed sallallahu aleyhi və səlləmdən soruşur. Namaz qısaldı mı ey Allahın elçisi, yoxsa unuttun mu? Muhammed sallallahu aleyhi və səlləm isə deyir ki, bu dediklərindən heç biri olmayıb. Nə namaz qısalmayıb, nə də unutmamışam. Namazda olan kəslərdən bəzilərinə Muhammed sallallahu aleyhi və səlləm yönələrək deyir ki, Zülyedeyn doğru mu deyir? Yəni biz namazı əksik mi qıldıq? Az mı qıldıq? Sahabələr deyirlər ki, bəli ya Rasulullah. Muhammed sallallahu aleyhi və səlləm sonra qalxaraq namazı tamamlayır. Hansı ki, namazından iki rükət qalmışdı. Sonra isə iki səhv səcdə edərək namazı tamamlayır və salam verir. Sonra isə, qardaşlar, namazı səhv səcdə ilə tamamlayır. İmam Malik rahiməhullah deyir ki, qardaşlar, kim iki rükət namaz qılarsa, dörd rükətli namazı və unudarsa, salam verərsə, hətta çevrilərsə namazından və az bir şey, xəfif bir şey danışarsa və söyləyərsə belə, həmin insan xatırladıqda və yadına düşdükdə qalxaraq namazını tamamlamalıdır. Təkbir gətirər, namazını tamamlayar. Və bu halda, bu şəkildə olar o zaman ki, qardaşlar, həmin namazla insanın xatırlaması arasında uzun bir vaxt keçməzsə. Xülasə, qardaşlar, kim namazın hər hansısa bir rükətini unudarsa, onu namazın içərisində xatırladığı zaman salamdan öncə həmin rükəti yenidən qılar və iki səhv səcdə edər. Salamdan sonra xatırlayarsa isə təkbir gətirər, qılmadığı və unutduğu həmin rükətləri qılar, sonra isə səhv səcdə edər. Və bunun bu şəkildə bunu etməsi də bir şərtlə olur, həmin arada olan zaman miqdarı çox uzun olmasın. Çox uzun olmasın. Əgər uzun bir vaxt keçərsə və o xatırlayarsa, o zaman namazı yenidən qılar. O zaman həmin insan namazı yenidən qılar. Allah daha gözəl bilir.